Hamıya salam. Bugünkü mövzumuz HTML-da div və spam barəsində olacaq. Bunların fərqləri nədir və necə istifadə olunur? O barədə qısa bir məlumat verəcəm. Kodda göstərmədən əvvəl ilk öncə Paint-də belə bir şəkil çəkim və divdən başlayayım. İlk olaraq div nədir? Hesab edin ki, bizim belə bir otağımız var. Yəni bu otaq hesab edin bunu. Və bu otağın içində rəflər, misal üçün çarpayı, masa, stul, divan və s. kimi əşyalar var. Və bunlar hamısı bir otağın içindədir. Yəni otaqdan kənarda deyil hal-hazırda. Gördüyünüz kimi otağın içindədir. Divdə belə bir şeydir. Yəni bir otaq kimi təsəvvür edeyim. Onun içərisində başlıq təqləri, paraqraf təqləri, link təqləri, UL, lilər, həmçinin A təqləri və s. kimi qeyd etdiyim kimi bütün buradakı təqlər bu divin içərisində qeyd olunur və div tam bir belə deyək blok elementdir. Yəni ki, indi kodda da göstərəcəm. Hesab edin saytın bu hissəsindən, yəni bu bir hissəsindən digər hissəsinə qədər uzanır və o qədər yer tutur. Yəni nə qədərdirsə ölçüsü, spandan fərqli olaraq, span öz ölçüsü qədər yer tutur. Öz ölçüsü deyəndə ki, misal üçün spanı göstəreyim. Bura spana aid bir şey yazacaq. Misal üçün span. Burada görürsünüz ki, span sözdür. Yəni bu söz qədər yer tutur span. Buradan artıq yer tutur. Amma div spandan fərqli olaraq tam yer tutur. Yəni bunu tam aydın olaraq kodda gəlin göstəreyim. Bunu komment şəklindən çıxardıb Go Live-də test eləsək, fərqlərin görəcəyim. Mən bu divi burada bağlayım. Qarışıblar. Div. Paint-də göstərdiyim kimi gördüyünüz kimi span özü nə qədərdir həmin söz, o qədər yer tutur və rəngi o qədər arxa planı sarıdır. Amma div görürsünüz, bu əslində span kimi olsaydı əgər, o zaman bu, gəlin bunu span kimi eləyək, fərqi baş salacam. Baxın, nə qədərdir, bu divdir. Buda başlayır, divdə qutarır, yəni bu qədər yer tutur. Amma bunu əvvəlki vəziyyətdən, yəni div vəziyyətdən bərpa eləyək. Gördüyünüz kimi tam bir elementin yerini tutur. Blok bir elementdir, tam tutur. Bunun içində biz xeyli sayda kodlar, yəni təqlər, kodlar və s. kimi. Mən kod deyirəm. Bura gəlim, misal üçün bir dənə H1 ataq, lorem atam bura. Bura sonra gəlim, bir dənə P təq atım, misal üçün lorem 6. Bura bir OL atım, içinə L atım. Onun içinə A atım, misal üçün. Misal üçün, lorem 8, belə bir şey atım test üçün. Bunu çoxaldım. Bunun gəlim, misal üçün, type-ına 1 yazın. Gördüyünüz kimi, nə qədər artırsa artsın, o qədər yəni bu elementin içində, yəni bu divin içindən kənara çıxmır. Hamısı bu içində bir otaq kimi təsəvvür edin. Yəni, qısa bir izah idi bu. Div və span nədir, fərqləri nədir? Gələcəkdə dərslərdə, videolarda da, gələcəkki videolarda dərslərdə daha doğrusu, şablonlarla, hazır bir sayt şablonu olacaq, onu yazacaq. Onun üzərində yazdıqsa daha da görəcəksiniz, yəni praktik ilə görəcəksiniz fərqləri nədir. Bugünkü videomuz bura qədərdir. Videolardan xəbərdar olmaq üçün kanala abunə olmağı unutmayın. Paylaşıb dostlarınızla bu maraqlı məlumatları bölüşə bilərsiniz. Təşəkkür edirəm.